bədahətən danışmaq, yoxsa kağızdan oxuyaraq çıxış etmək? Bəli. Bu çox yaxşı məqamdır. Təşəkkür edirəm suala görə. Əslində bədahətən danışdığımız zaman daha səmimi görünürük. Kağızdan oxuyanda isə bu səmimiyyət kifayət qədər azalır. Danışığınla Həyatı Qazan kitabında belə bir lətifə yazmışam. Bir dəfə bir nəfər çıxır səhnəyə, çıxış eləyir, düşür aşağı, dostuna deyir ki, Yadımdadır. necə danışdım? O deyir ki, 3 məsələni çıxmaq şərti ilə möhtəşəm danışdın. Deyir, aha, əla, de görək. Deyir, əvvəla sən bədahətən danışmadın, kağızdan oxudun. İkincisi, bərbad oxudun. Üçüncüsü də oxuduğun heç dinləməyə dəyər bir şey deyildi. Və sən qalan hər şey yaxşıydı. Daha nə qaldı ki? Yəni çıxmadı o səhnəyə. Vaxtınız varsa bədahətən hazırlaşın. Bundan ötürü çıxışı yazıb günlərlə, həftələrlə əzbərləməyə gərək yoxdur. Biz diksiya təlimlərində vizuallaşdırma metodundan istifadə edərək adamın bir aya öyrəndiyi böyük bir materialı yarım saatın içində, gecə saat 3-də belə durğustalar əzbərə deyəcəyi formada öyrədə bilirik.